Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mənə dedilər ki, sən öz soyadına görə qadağalar siyahısındasan. Deyirlər ki, sənin repertuarın, oxuduğun mahnılar yaxşıdır, amma atanın adı ilə yox, soyadın ilə davam etsən daha yaxşı olar. Xəbər verilir, bu sözləri müğənni Aytaç Vidadi qızı deyib. Sənətçi atasının adından istifadə etməsini bayağılıq adlandıranlara sərt cavab verib. Ümumiyyətlə, mən müğənnilərə qoyulan qadağaların bu qədər paylaşılaraq yayımlanmasına qarşıyam. Əgər belə bir şey varsa, müğənni ilə ya da prodüserlə əlaqə saxlayıb özlərini demək daha məqsədə uyğun olar. Çünki şəxsən mənə adımı o siyahıda görmək xoş deyil. Çünki mən həm öz adıma, həm də atamın adına görə iki qat məsuliyyət daşıyıram. Bir təşkilatçı xanım mənə dedi ki, sən öz soyadına görə qadağalar siyahısındasan. Deyirlər ki, sənin repertuarın, oxuduğun mahnılar yaxşıdır, amma atanın adı ilə yox, soyadın ilə davam etməlisən. Bu söz mənə çox ağır gəldi. Mən başa düşə bilmirəm. Hansı haqla mənə soyadıma görə qadağa qoyulur? Atam olmasa mən həyatda olmazdım. Heç Aytaç kimi tanınmazdım.